İncidim, sızladım, ağrıdım yaman. Könlümü perişan eyledi zaman. Çektim, neler çektim bu genç yaşımda. Koptu musibetler benim başımda. Elvida gedirem, elvida hayat. Yegin göylerdedir azade hayat. Bir nakam taleyi kurbanı oldum. Elvida gedirem, elvida hayat. Gedirem, rüzgarın apardığı yerlere mən gedirem. Gedirem, musibetlerin olmadığı yerlere gedirem. Mən gedirem, mən gedirem. Mən gedirem, mən gedirem. Mən gedirem. Teymur Hənifəyev dostlar. Əlvida söylədi bizə. Ümid eləyək ki, o bugün şounun sonunda bizə əlvida deməz. Zülfiyə xanım, ayaq üstü alqışlayırdınız. Deyir əlvida gedirəm Teymur, sən heç yerə getmə, sən getmə qal burada. Bu Röyanın mahnısıdır. Röya əlvida deyir. Röya, bu sənin mahnındır. Bəli. Tamamilə başqa cürə Allah səsləndi rəhmət bu eləsin mahnı. Hikmət Mirməmmədli. Tamamilə başqa cürə səsləndi. Tamamilə başqa ruh verdim bu mahnıya. Bilmirəm səni necə tərifləyim ki, birincisi mənim sənə olan xüsusi yanaşmam, simpatiyam var. Həm sənin duruşuna, həm sənin istedadına. Teymur, mən səni çox bəyənirəm və mən çox istəyirdim mənim komandamda olmağımı. Amma ki, heç bir fərqi yoxdur. Ən əsası budur ki, sən bugün buradasan və Röyanın komandasındasan və Röyanın komandasında olduğuna görə deyirdilər, belə mübahisələr var idi ki, Teymur oxumaz, Azərbaycan dilində bəzi mahnılar var, amma bugün səni oxutdurdu Röya. Səni təbrik edirəm Röya. Biz sənə əlvida, mən şəxsən sənə əlvida demirəm. Çok sağ olun. Murad bəy, siz nə deyirsiniz? Mən əlvida nədir? Məsələni sonra Teymuru da öldürərəm, ustadını da öldürərəm. Nə əlvida? Teymurun gələn vaxtıdır, gələn vaxtıdır. Əlvida nədir? Məsələnirsiniz? Mən azarkeşiyəm. Düzdür, mən bu sözü sevmirəm, amma mən azarkeşiyəm Teymurun səsinin. Teymurun o rəngləri var, özünə məxsus yanaşması, gözünü yumub nəğməni yaşamaq qabiliyyəti, gənc yaşına baxmayaraq. Bu insan özü özlüyündə fenomenaldır. Özü özlüyündə gələcəyin sənətkarıdır. Teymur, Röyada mı, Eldarda mı, Zülfiyə xanımda mı fərq etmir. Kimin komandasında olsaydı parlayacaqdı, önə çəkiləcəkdi. Çünki bu adam çox böyük istedaddır. Nöqtə. Eldar, siz də arzularınızı, rəyinizi deyin, sonra yola salaq. Mən düşünürəm ki, bu ifa çox təsir edici, çox layiqli və fikirləşirəm ki, Röya bu ifa ilə qürurlana bilər və fəxr eləyə bilər.
tam başqa bir mahnıdır. Birinci notlardan başa düşdüm və atdan başa düşdüm ki, bu mahnıdır. Amma mahnının inkişafı o qədər oldu ki, heç anlamadım bu mahnıdır ya da başqa bir mahnı, bəlkə bu atda başqa bir mahnısı var Röyanın. Tam fərqli üslubda təqdim olunub və çox layiqli, çox gözəl təqdim olunub. Səni təbrik Və edirəm. musiqiçilər, Röya, səni təbrik edirəm. bravo sizə. Röyanın seçimini və rəyini isə biz bir qədər sonra biləcəyik. Hələ ki səhnə arxasında Teymur.